Selamun Aleyküm değerli Müslümanlar. İnşallah kısa olarak özümə sonra da hər bir kəs üçün fayda olaraq yenə də tövhid haqqında danışmaq istəyirəm. Çünki tövhid şəriətdə ən mühüm məsələlərdən deyim, tövsiyələrdən deyim, mövzulardan biridir. Yəni Quran və sünnəyə baxdıqda, Allah Azə və Cəllənin kitabını oxuduqda, ümumən Peyğəmbərlərin həyatını oxuduqda tövhid ən çox ehtiyacı olan tövsiyələrdən biridir. Yəni Peyğəmbərlərin qarış və qarış, hətta belə deyil, addım və addım məmləkətlərə, tayfalara, ümmətlərə ilk edəcəyi nəsihət tövhid olmuşdur. Yəni tək Allahlıq olmuşdur. Yəni Peyğəmbərlərin həyatına baxdıqda görərək ki, onlar yalnız Allahdan istəyiblər. Yəni Allaha dua ediblər, Allaha sığınıblar, Allaha təvəkkül ediblər, Allahdan yardım diləyiblər, imdad diləyiblər. Yəni Allahla yanaşı, yəni heç bir kimsəni, yəni salih kimsəni, övliyaları ona ibadətində, itaətində şərik, vəsilə, yəni ortaq qoşmublar. Çünki Peyğəmbərlərin həyatına baxdıqda, yəni salih kimsənin xatirinə, hansısa bir övliyanın xatirinə, Allah hamısına razı olsun. Yəni onun vasitəsilə Allaha dua etməyiblər. Yəni bu dinimizdə yoxdur. Hər hansı bir yerə gedim, ocağa gedim, orada qurban kəsim, dua edim ki, Allaha yaxınlaşdırsın salih kimsənin hörmətinə, xatirinə. Yəni dinimizdə belə bir şey yoxdur. Yəni dinimiz yalnız bunu əmr edir. Ya Rəbb, bir dənə Allaha çağırmağa ehtiyac var. Məsələn, zəifəm, gücləndir. Kasıbam, ruzi ver. Xəstəyəm, şəfa ver. Yəni Peyğəmbərlər Rəbbinə bu cür dua edib. Yəni ayələrə baxdıqda görürük ki, bütün Peyğəmbərlər Rəbb olaraq Allaha çağırıblar. Götürək birinci Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi ve selləmi. Dua edəndə Rəbbinə belə dua etdi. Rabbənə ətinə fid-dunya həsənətəv və fil-əxirəti həsənətəv və qinə əzəbənnər. Ey Rəbbim, mənə dünyada da gözəlliyi ver, axirətdə də gözəlliyi ver və məni cəhənnəm əzabından qoru. Gördünüz, Peyğəmbər s.ə.v demədi ki, İbrahim atamın xatirinə, ya Rəbbi mənə kömək elə. Birbaşa Rəbbindən istədi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Ümumən bütün Peyğəmbərlər Rəbbindən istəyib. Götürək Adəm Peyğəmbərimizi. Dua edəndə belə demişdir. Rabbənə zaləmnə ənfusənə və illəm təxfir lənə və tərhəmnə lənəkunənə minəl xasirin. Ey Rəbbimiz, Adəm Peyğəmbər deyir, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamasan, bizə rəhm etməsən, biz ziyana uğrayanlardan olarıq. O cümlədən götürək Musa Peyğəmbər. İstəyəndə Rəbb olaraq Allahdan istədi və dedi ki, Rabbi, inni limə ənzəltə min xayrin fəqirun. Ey Rəbbim, sənin mənə verdiyin xeyrə ehtiyacım var, xeyrə möhtacam. Görürsən, subhanallah, bütün Peyğəmbərlər Rəbdən istədi, Allahdan istədi. Allah heç bir vəsilə, şərik, ortaq qoşmadı. İsa Peyğəmbər dua etdi Rəbbinə. Rabbənə ənzil aleynə məidətə minəs-səmai təkunu lənə eidəlli əvvəlinə və axirin əyə və arzuqnə və antə xayrur raziqin. Ey Rəbbimiz, göydən bizə bir süfrə nazil et ki, birincimiz və axırıncımız üçün səndə bir möcüzə və bir bayram olsun. Bizə ruzi ver, sən ruzi verənlərin ən xeyirlisən. O cümlədən götürək Yunus əleyhissalamı, Peyğəmbəri. Rabbi, la ilahe illa ente
Subhanəkə və inni kuntum minəz zalimin. Ey Rəbbim, səndən başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. Sən paksan, müqəddəssən. Həqiqətən də mən özümə zülm edənlərdən olmuşam. O cümlədən götürək Eyyub Peyğəmbəri ayədə də deyir ki, Ya Rəbbi, Rabbi, inni məssəniyə durru və əntə ərhəmur rahimin. Ey Rəbbim, mənə bəla üz verdi. Sən rəhimlərin ən rəhimlisən. Subhanallah. Bütün Peyğəmbərlər Rəbbindən istədi. Yenə də götürək Şüeyb əleyhissalam. Şüeyb Peyğəmbər dua etdi. Sırf Allaha ki, Rabbənə ftəh beynənə və beynə liqovmin bil haqqi və əntə xayrul fəhtihin. Ey Rəbbim, bizimlə tayfamız arasında ədalətlə hökm ver. Sən hökm verənlərin ən xeyirlisən. Görsən, yalnız Rəbdən istəmək lazımdır. Sonra götürək Nuh əleyhissalamı. Rabbənə xfirli li valideyyə və limən dəxalə beytiyə muminən lil mu'mininə vəl mu'minəti və lə təzidi zaliminə illə təbəra. Ey Rəbbim, məni və valideynlərimi və evimə mömin kimi daxil olanları bağışla, mömin kişiləri və mömin qadınları da və zalimların həlakını artır. Və o cümlədən də götürək Süleyman əleyhissalam, Peyğəmbər. Və Peyğəmbər Süleyman dua etdi. Rabbənə xfirli və həbli mulkən lə yənbəği li əhədim min bə'di. Ey Rəbbim, sənin mənə verdiyin mülkə, səltənətə ehtiyacım var. Məndən sonra o səltənət heç kimə nail olmasın. İnnəkə əntəl vahhab. Sən bəxş edənlərin ən yaxşısan. Ayələr çoxdur. Götürək İbrahim əleyhissalam, İbrahim Peyğəmbərimizi. Rabbic'alni muqimis salata və min zurriyyəti. Rabbənə və təqabbəl duai. Rabbənə Rabbənə li valideynə vəl mu'mininə yevmə yəqumul hesab. Ey Rəbbim, məni və nəslimdən olanları namaz qılanlardan et və dualarımızı qəbul et. Haqqı hesab çəkiləcəyi gün ata-anamı və möminləri bağışla. Yəni, onlar gördüksə, ayələri sırf Rəbdən istədi. O götürək Yusuf Peyğəmbəri. Yəni də dua edər Rəbbinə. Demişdi ki, ey Rəbbim, sən mənə səltənət bəxş etdin. Sən mənə səltənət bəxş etdin. Mənə yuxuları yazmağı, hadisələr yazmağı öyrətdin. Ey Rəbbim, göylərin və yerin sahibi olan Allah, sən bizim dünyada da, ahirətdə də ixtiyar sahibimizsən. Yusuf Peyğəmbər dua etdi. Zəkəriyyə Peyğəmbər dua etdi Rəbbinə. Rabbi, lə təzid nifərda. Ey Rəbbim, məni tək buraxma. Sən həqiqətən də varislərin ən xeyirlisən. Subhanallah. Gördüksə onlar, ayələrə fikir verdiksə, onlar sırf olaraq Allaha dua etdilər. Allahdan istədilər. Allahdan qeyrisinə heç kim vəsilə, ortaq qoşmadılar. İstəyəndə də Allah subhanətə də buyur ki, və izə sələkə ibədə fə inni qaribun. Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam. Ucibu da'idə da'an. Mənə dua etdikləri vaxt dərhal onların duasını qəbul edərəm. Fəlyəstəcibu li və liyuminu bih. Eləsə onlar da mənim çağırışımı qəbul etsinlər və mənə iman gətirsinlər. Ona görə də duanın ədəblərindəndir ki, birinci, yəni qəbul olunma ədəblərindəndir ki, birinci, qul Rəbdən istəməlidir. Rəbbinə təvəkkül eləməlidir. Rəbbinə sığınmalıdır. Yəni insanın
Rəbbi ilə öz arasında hörməti olmalıdır. Yəni təqvası olmalıdır ki, Allah onun duasını qəbul eləsin. Yəni bir insan Allahın əmrlərini yerinə yetirmirsə, qadağalarından çəkinmirsə, bu duanın qəbul olunmağın qarşısını alır. Ayədə dedi ki, onlar mənim çağırışımı qəbul eləsinlər. Əmrlərimi, qadağalarımı yerinə yetirsinlər və iman gətirsinlər, mən onların duasını qəbul edeyim. Ona görə də inşallah Allah Subhanahu taala'dan diləyirəm ki, Allah Subhanahu taala bizim etdiyimiz bütün dualarımızı qəbul eləsin və bizi tövhid əhlindən eləsin. Bu qısa olaraq yəni özümə, sonra da dinləyicilər üçün bir nəsihətdir. Allah Subhanahu taala bizi eşidib faydalanan qullarını etsin. Subhaneke Allahümme bihamdik. Əşhədu en la ilahe illə əntə əstəğfiruke və etûbu ileyh. Esselamu aleykum və rəhmətullah.